İTV Xəbər efirdədir. İrəvanın Paris-Moskva dilemmasında qalması onun hərbi poligona çevrilməsini şərtləndirir. Sülh müqaviləsi isə Azərbaycandan daha çox Ermənistana lazımdır. İrəvan üçün ən uyğun seçimlər bunlardır. Azərbaycandan üzr istəmək, işğal dövründə törədilən dağıntılar və ərazilərin minalardan təmizlənməsi üçün təzminat ödəmək. Ermənistan kollektiv təhlükəsizlik müqaviləsi təşkilatında fəaliyyətini faktiki olaraq dondurub. Lakin İrəvanın bu təşkilatdan çıxmaq niyyəti yoxdur. Bu fikri Nikol Paşinyan Frans 24 telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə xüsusilə 2021-2022-ci illərdə kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı öz öhdəliklərini yerinə yetirməyib. Bu bizim diqqətimizdən yayına bilməzdik. Görək sonra nə olacaq, deyə Paşinyan bildirib. Ermənistan liderinin bu fikirlərinə kollektiv təhlükəsizlik müqaviləsi təşkilatından cavab gecikməyib. Təşkilatdan bildirilib ki, İrəvanın öz fəaliyyətini dondurduğuna dair hər hansı bir məlumatları yoxdur. Заявление Никола Пашиняна. Nikol Paşinyanın Fransa telekanalına müsahibəsi Rusiya-Ermənistan münasibətləri barədə mətləblərdən xəbər verir. Ermənistanın baş naziri ölkəsini Rusiyadan uzaqlaşdırmaq və onu Fransanın, Avropa İttifaqının, Amerika Birləşmiş Ştatlarının və NATO-nun timsalında Rusiyanın düşməninə çevirmək istəyir. Lakin Nikol Paşinyan bundan bir qədər ehtiyatlanır. Ona görə ki, erməni xalqının əksəriyyəti bunu qəbul etməyə bilər. Paşinyan həm erməni xalqının, həm də Rusiyanın reaksiyasından çəkinir. Ermənistanın baş naziri bunu Fransadan özü və xalqı üçün yaxşı hesab edilən əlamətlərə bərqərar etməyə çalışır. Rəsmi Moskvada Ermənistanın kollektiv təhlükəsizlik müqaviləsi təşkilatına üzvlüyün dondurulması ilə bağlı rəsmi bildiriş göndərmədiyini deyib. Kremlin sözçüsü Dmitri Peskov qeyd edib ki, bu məsələdə detalları anlamaq çox vacibdir. Ümid edək ki, erməni dostlarımız bizə hər şeyi izah edəcəklər, deyən Peskov bildirib. Öz növbəsində Azərbaycan Xarici İşlər Nazirliyi Nikol Paşinyanın səsləndirdiyi iddiaların əsassız olduğunu diqqətə çatdırıb. Güya Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşması, Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə əməl etmədiyi kimi iddialar mövcud faktların açıq-aşkar təhrif olunması və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır deyə bəyanatda vurğulanır. Bu arada Ermənistanın Faktor saytı alternativ mənbələrə istinadən yaxın vaxtlarda Rusiya hərbçilərinin İrəvanın Zvartnos beynəlxalq aeroportundan çıxarılacağını iddia edib. Lakin Ermənistanın təhlükəsizlik xidməti bundan məlumatsız olduğunu bildirib. Rusiyanın maraqlarına çox güclüdür bir zərbə endirilməyəcək. Çünki Rusiyanın əsas məqsədi aeroportda yox, digər yerlərdə nəzarət etməkdir. Və o nəzarəti Rusiya orada edir. Həm sərhədlərə, həm deməli hərbi bazası orada var. Paşinyanın bəyanatları biz bilirik ki, bir çox hallarda çox ziddiyyətli xarakter daşıyan bir bəyanatlardır. Çünki bir gün nəsə bəyan edir, sabah bürsüyün onu inkar edir və yaxud tamamilə başqa bir bəyanatla çıxış edir. Ekspertlərin fikrincə Paşinyan hökuməti Rusiyanın Ermənistandakı mövcudluğuna son verməkdə qərarlıdır. Bu müqavimətin Kremlin əks müqavimətinə səbəb olacağı istisna deyil. Fransanın proseslərə cəlb olunması isə regionu, xüsusilə Ermənistanın özünü böyük güclərin toqquşma məkanına çevirə bilər. Çünki İrəvanın Paris-Moskva dilemmasında qalması onun hərbi poligona çevrilməsini şərtləndirir. Sülh müqaviləsi isə Azərbaycandan daha çox Ermənistana lazımdır. İrəvan üçünsə ən uyğun seçimlər bunlardır. Azərbaycandan üzr istəmək, işğal dövründə törədilən dağıntılar və ərazilərin minalardan təmizlənməsi üçün təzminat ödəmək.